Heyvanların başqa infeksiya mənbələri ilə yanaşı yem vasitəsilə yoluxduğu xəstəliklərdən biri də qara yaradır. Bu xəstəlik heyvanların kütləvi tələfatına da səbəb ola bilir. Qara yara xəstəliyinə heyvanlarla yanaşı insanlar da həssasdır. Tovuz rayon Baytarlıq İdarəsinin rəisi Zülfüqar Kərimovun sözlərinə görə, qara yara törədicinə yoluxmuş yemlərin sözü gedən xəstəliyin heyvanlar arasında geniş yayılmasında böyük rolu var. Qara yara xəstəliyi ümumiyyətlə iti infeksiyon xəstəlik olmaqla çox təhlükəli bir xəstəlikdir. Yəni bu xəstəlik düşərsə heyvanlar arasında güclü tələfat baş verə bilər. Ona görə də hər il mütəmadi olaraq bu xəstəliyə qarşı profilaktik peyvəndləmə aparılır. Kənd təsərrüfatı heyvanlarında qara yaranın əsas əlamətləri bədən temperaturunun yüksəlməsi, heyvanın halsızlığı, tənəffüsün çətinləşməsi, əzələlərin qıc olmasıdır. Bundan başqa yoluxma zamanı heyvanlarda ağız, burun, göz selikli qişasının tünd qırmızı olması, köpümə və sancı kimi hallar da müşahidə edilir. Onun yarılmasını qadağandır. Ona görə də onun ancaq həkimlər tərəfindən müəyyən hissələr var, oradan müayinə götürülür. Təcili laboratoriyalar, baytar laboratoriyalarında müayinədən keçirilir. Əgər xəstəlik aşkar olunarsa, həmin heyvanlar yandırılaraq bastırılır. Qeyd edək ki, qara yara xəstəliyinin qarşısının yalnız peyvəndləmə ilə alınması mümkün olmadığından davamlı profilaktiki tədbirlərin keçirilməsi vacibdir. Şəhanə Sadıqlı, Samir Qarayev, TTV Tovuz.